2025. Azərbaycan və Pakistan əməkdaşlığı ilə həyata keçirilən Fitching tədbiri bu il ikinci dəfə Azərbaycan Texniki Universitetində baş tutur. İnnovasiyalara həsr olunmuş çox böyük bir beynəlxalq platformada iştirak edirik. Mən ilk növbədə təşkilatçıları, xüsusilə də Azərbaycan Texniki Universitetinin rəhbərliyini və əməkdaşlarını təbrik edirəm. Qardaş Pakistanın tərəfdaş universiteti ilə keçirilən bu tədbirdə iştirak etmək bizim üçün çox xoşdur. Bizim üçün xüsusi əlamətdardır ki, işğaldan azad olmuş torpaqlarımızda yeni yaradılmış Qarabağ Universiteti ilk dəfə belə bir yarışmada iştirak olunur, komandamız təmsil olunur. Düşüncəmiz ondan ibarətdir ki, belə bir platforma innovativ düşüncəli gənclərin öz qabiliyyətlərini nümayiş etdirməsi üçün yaxşı bir şansdır. Bugün Fix müsabiqəsində iştirak edirik. Yeni Carbon Dioxide Diamond qurğusunu təqdim edirik. Qurğumuz yeni bir ixtiradır. Düşünürük ki, bizim inkişafımıza müsbət təsir edir bu müsabiqə və inşallah qalib olarıq. Layihəmiz atık yağlarına biyodizel alınmasıdır. Əslində biyodizel bir çox resursdan alınır, amma burada ən böyük problem onun belə deyək də sonda final məhsulun bahalı olmasıdır. Bizim elədiyimiz şey bu prosesi modifikasiya edərək daha ucuz və daha səmərəli biyodizel almaqdır. Burada həm yeni insanlarla tanış olmaq, həm öz təcrübələrimizi artırmaq, həm də ki, layihəmizi təqdim etmək bizə çox xoş və yeni bir təcrübə oldu. Qarabağ Universitetinin ilk tələbəsi olaraq layihə təqdim etmək bizim üçün böyük qürur və sevinç mənbəyidir. Xüsusən də bu universitetimizin ilk ilində və bir komanda ilə burada çıxış etməsi böyük bir hadisədir. We are presenting our robotics for Baku. Thank you very much for accept us there. And this will be good opportunity for us to stay there and present our robots. Layihəmiz əsasən abituriyentlər və tələbələrin birlikdə iştirak etdiyi sosial media platformudur. Məsləhət və mentorluq üzərinə qurulub. Layihəni təşkil etdiyinə görə Fix və Azərbaycan Texniki Universiteti rəhbərliyinə təşəkkür edirəm. Bizim proqramımız AIF vasitəsilə ilə yaradılmış personal assistantdır. Bu tədbir haqqında düşüncələrimiz çox gözəldir. Bizim fikrimizcə Azərbaycandakı gənclərin inkişafına və innovasiyalara töhfə verir və gizlənilmiş istedadların üzəri çıxarılması üçün çox böyük bir töhfə verəcəkdir.